İbiş, Haydi. hayır sənə vura bilməyəcəyim. Həkim qadağan edib. Deyir vursan ölərsən. Evdə aptek açmısan ki. Bəs onda bu ağbaşı nə götürüb qoymuşsan süfrənin ortasına? Gör neçə vaxtı görüşmürük. Heç səni bunsuz bıraxaram. Sən ölü çəmmərəm, sənsiz boğazımdan bir qram da getməz. Yaxşı, yaxşı. İncimə. Bəlkə özüm də sənə züy tutdum. Səni olmaz axı. Düzdür, olmaz. Amma bir şərtlə olar. O nə şərtdir elə? Bax, bu turpu Aycan. mən gizlədirəm. Əgər tapsam, səninlə 50 qram içərəm. Yox, əgər tapmasam, mən vicdanımı tapdalaya bilmərəm. Görürsən ki, həkim qoymuş. Hə, gizlət görüm. Sağ əlindədir. Qızdırmam qalxdı. Tapa bilmədin. Bəlkə bəxti bir də sınayasan, hə? Kaçmak istersen, kaçabilmezsen sen benimle. Sol əlindədir. Aferin. Tapdı be. Yaxşıdır ki, ikinci dəfədə tapa bildin. Halal olsun. Xoş gəlmisən, səfa gətirmisən. Kaçmak istersen, kaçabilmezsen. Nuş nuş. Necədir? Təkrar edək. Kaçmak istersen, Tap! kaçabilmezsen sen benden. Əhsən o günə mən bu qoçaq arvadı aldım. Çəkdikcə onun nazını öz qayğıma qaldım. Pis gözdən uzaq boynuma göz boncuğu saldı. Pis gözdən uzaq boynuma göz boncuğu saldı. Eşqim coşub arvad olub əsli kərəməm mən. Arvad sarıdan ay kişilər bəxtəvərəm mən. Pambıq yığır heç əsla maşından dala qalmır. Yorğunluğu dincəlməyi vallah yada salmır. Mən işləyirəm, işləmirəm, eyninə almır. Mən işləyirəm, işləmirəm, eyninə almır. Baxdıqca ona zənn edirəm, şirinərəm mən. Arvad sarıdan ay kişilər bəxtəvərəm mən. Kolxozda qabaqcıldı əzəldən bizim arvad. Sən işləyəsən mən yeyəm, olmaz sözüm arvad. Hər vaxt demişəm mən ona canım, gözüm, arvad. Hər vaxt demişəm mən ona canım, gözüm arvad. Gör bir nə sayaq arvada layiqli ərəm mən. Arvad sərdən ay kişilər bəxtəvərəm mən. Yoldaşdır ya qardaş, bu sənör əsla bilinmir. Dindirməsən ərgah onu aylar ötədinmir. Bir volqa alıb mən sürürəm, heç özüm inmir. Bir volqa alıb mən sürürəm, heç özüm inmir. Canımdır mənim arvad ilə can ciyərəm mən. Arvad sarıdan ay kişilər bəxtəvərəm mən. İlham Namik Kemal'ın hələ rollərini görməmiş, onunla tanış olanda o vaxt çox cavan idi. Mənə elə gəldi ki, faktorası etibarıyla bu cavan oğlan özü kimi gənc, müsbət qəhrəmanların obrazlarını yaradacaq bir aktyordur. Və hətta mənə elə gəldi ki, o Hamleti də ifa eləyə bilər. Amma sonra onun yaradıcılığı ilə tanış olanda gördüm ki, onun istiqaməti əsasən humoristik, satirik istiqamətdir, komik rollarda çıxış edir və uğurla çıxış edir. Amma buna baxmayaraq, İlham bir dəfə biraz Hamlet rolunu oynadı. Mənim Şəhərin Yay Günləri piyesində bir personaj var, Firuz və onun bir dostu Ağa Rəfi pullu adamlardan biridir. Bunların da bir şakəri var, daha doğrusu Ağa Rəfinin bir şakəri var ki, bu Firuza deyir ki, sən vaxtı ilə bir yerdə oxumuşuq xarici dillər institutunda, sən Hamletin monoloqunu yaxşı deyirsən, bunu denən.
Və səhnədə İlham bunu öyrəndi İngilizcə, The Word Not To Be. Olum ya ölüm məşhur monoloqunu İngilizcə söyləyirdi, Hamletin monoloqunu söyləyirdi. Və yadda qalan bir obraz yaratmışdı. Sonra Adamın piyesində oynadı. Onun mənim yaradıcılığımla bağlı rollərindən biri Evləri Köndələn Yar televiziya tamaşasında Ramiz Həsənoğlu'nun Paşa 3 obrazı idi ki, yadda qalan bir obraz yaratmışdı. Və nəhayət İlham öz teatrını yaratdı və mən minnətdaram ki, o teatrda mənim Zəncir hekayəm əsasında, Qaravəlli piyesim əsasında da tamaşa demək orada verdi. Uğurlu tamaşa idi. Mənlə bağlı şeylərdən danışıram, çünki orada mən bilavasitə məşqlərdə də iştirak eləmişəm, filmin çəkilişində də müşahidə eləmişəm onu. Amma təbii ki, onun başqa rolları da var, başqa uğurlu rolları da var. Mən onu bizim ən istedadlı komik aktyorlardan biri kimi, ümumiyyətlə ən istedadlı aktyorlardan biri kimi qavrayıram. Və ona həm aktyorluq içində, həm rejissorluq fəaliyyətində uğurlar arzulayıram. Uşaqlar, bu stendlərdə gördüyünüz yeməkləri bizim dədə-babalarımız ömür boyu yeyiblər. Bu təamlar Holland pendiri, yumurta, süt, qatıq, xama, zquşonka, kalbasa, kopçonli, çaylı, lübitilski, rasiski, dənəvər kürü, sardelka, sasiska. Bunların hamısı necə də ləziz yeməklər idi, əziz balalar. Piri, sil gözün yaşını oğlum. Ağıllı balalar, indi isə gedək evimizə. Uşaqlar, uşaqlar. Gündüz konsert, akşam konsert. Gelenler çoktur, yok bilet. Yay, kış, bahar, konsertler var. Pulun varsa yer tapılar. Gündüz konsert, akşam konsert. Gelenler çoktur, yok bilet. Yay, kış, bahar, konsertler var. Pulun varsa yer tapılar. Etse heves, burada herkes istediği tek dinceler. Ne oldu bəs, tez ol tələs, bu konsertdən xoşun gələr. Bilet al, keç içəri, müşteri ay müşteri. Bilet al, keç içəri, müşteri ay müşteri. Rəqqasalar, müğənnilər, qastrolla hər ay gələr. Yerimiz az, belə olmaz, herkes gelir eyləyinə. Rəqqasalar, müğənnilər, qastrolla hər ay gələr. Yerimiz az, belə olmaz, herkes gelir eyləyinə. Etsə həvəs, burada herkes istediği tek dincələr. Ne oldu bəs, tez ol tələs, bu konser
konsertdən xoşun gələr. Bilet al keç içəri, müştəri ay müştəri. Bilet al keç içəri, müştəri ay müştəri. O teatr səhnəsinə gələn gündən özünün bütün rolları ilə diqqəti cəlb edir. Və bu gün kiməsə İlham Namiq Kamal adını deyərək onu tanıtmasına ehtiyac yoxdur. O artıq özünün səhnə fəaliyyəti ilə, özünün teatr tamaşalarında oynadığı rollarla, özünün ictimaiyyətdə fəaliyyəti ilə özünü kifayət qədər tanıda bilir. Yavaş yavaş. Ehtiyatla. Çamadanı mənə iş ver. Yaxşı da. Ay bacı, bir dəqiqə yol verin də. Öyle yoksa. İlqin, Yavaş yavaş müğayət olun. güzgüdən müğayət ol. Dikkat. Dikkat. Ay sağ ol. Geç bir tərəfə. Geç güzgünü. Apar bir tərəfə. Sandığı. Sandığa bana koy qalsın burada. Ay sakin. Gəlirəm. Mübarəkdir Ay Allah mübarək eləsin. Sənin Gəl üçün içəri. deyəm bir öpüm səni. Gətir içəri. Yavaş yavaş ay bana. Yavaş yavaş. Ehtiyatla darıxmayın. Salam əleykum. Ay aleyküm selam. Adanın necədir? Geç Yavaş yavaş. ehmal. Ay sağ ol. Güzgünü koy ora. Yavaş yavaş. Onu koy bura. Ada hara gedirsiz? Ada tavuk pişirmişəm. Oturun qanatindən quyruğundan gəlsin. Xoş gəldiniz. Li 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 li. Ale, şey şöyle budur. Cennet hala belə qızın xırda cerceysidir. Onun ceyzini getirmək için 10-12 dənə samasval maşını Sen lazım. benim canım. Bu da onun kamutudur. Be, la la la. Ah, bu kimdi kefene bilip getirmişse? Bu Cennet hala qızın kuklasıdır. Hadi, kime kelek gelirsen ha? Bu yekelikte kukla ol ha? Niye olmur? Dövlətli qızıdır da. Onun kuklası bu boyda olmayacak ki. He da. Cennet hala, sənə cahı cəlallı bir gəlin tapmışam ki. Sevin sənə, gül sənə, bir gəlin tapdım sənə. Parmaqları qızıldı, özü də bəy qızıdır. Abəxtəvər qaynana, nə durmusan dur oyna bala. Abəxtəvər qaynana, nə durmusan dur oyna. Yorulmayır bileği, yıkık evin direği. Dövləti çok sözü az, dindirmezsen danışmaz. Abəxtəvər qaynana, nə durmusan dur oyna bala. Abəxtəvər qaynana, nə durmusan dur oyna. Kurban olun gelinimin devletine varına. Kurban olun gelinimin devletine varına. Bey oğlu bey nesline seyir babalarına. Bey oğlu bey nesline seyir babalarına. Gözünde yer ay bana, maşallah de bir göreyim. Maşallah, Maşallah 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 mübarektir, mübarektir. Cennet hala, icazə ver. Haydi. Bu şən, bu əziz gündə seni bir maç eləyim. Sen nezet cancı yok. Bu rahmetliyle 30 yıl baş yastığı koydum. Bir defa da maç elemedin beni. Ay seni cennet Ay sana. hay, heyif. Mene bak çerendeme hoş geldin.
Bugün Azərbaycan teatrında müəyyən çətinliklər var. Bu çətinliklərə baxmayaraq Namiq Kamal gənc nəslin yetişdirilməsində də böyük rol oynayır. Kafedra müdürü kimi, İncəsənət Universitetinin professoru kimi gənclərə teatr sənətinin incəliklərini öyrədir. Mən onun yaradıcılığına həmişə sevinən, uğurlarına sevinən bir ziyalı kimi, bir dost kimi, bir Azərbaycan vətəndaşı kimi həmişə sevinmişəm və bundan sonra da sevinəcəyim. Çünki İlham Namiq Kamal bizim Azərbaycan teatr sənətinin müasir dövrdə ən parlaq simalarından biridir. Allah onu qorusun millətimiz üçün, teatrımız üçün. Biz ondan yeni obrazlar gözləyirik. Bu obrazların arxasında canlı insan dayanmalıdır. Bu canlı insan həm insanları güldürməlidir, sevinç bəxş etməlidir, həm də öz ifa etdiyi rollarla cəmiyyətdə hələ də mövcud olan mənfi ünsürlərə qarşı insanları mübarizəyə çağırmalıdır. Maşın lazımdır. Əziz qardaşım, əlbəttə lazımdır. Budur mənim şeylərim. Daşı da götür gəl maşına. Qardaş, təsəvvür edirsiniz, mən necə şadam, doğma yurda qayıtmışam. Yaman darıxırdım orada. Oradan gəlirsən? O yandan gəlirəm. Necədir orada? Yaxşıdır, amma oradakı həyat tərzinə heç cür öyrəşə bilmirdim. Yaşayış deyildi. Necə bəyəm? İnsanın ürəyi sıxılır. Xüsusən həyatın çətinliklərini görmüş adam üçün orada yaşamaq çox çətindir. Əzizim mən, o çirek yox, bir şey yox. Hara gedirsən, hər şey var. Gecədə mağazinlər açılır, hər şey avtomatlaşır. Belə də şey olar. Bəh, buranın doğma havası kimi dünyada hava yoxdur. Mehriban qardaş, bu raşotkaları görürsən, mənim sevimli raşotkalarım. Mən orada pəncərələrimə dilə raşotkalar sipariş vermişdim. Bu saat göstərim, gecələrdə yuxuma girdi. Bir bax, qadan alıb. Bax, ancaq hökumət adamları gəlib çıxartdırdılar. Onlar belə şeyin nə olduğunu bilməzlər. Ağrın alıb, əla, əsil Bakıdır ki var, qurban olum sənə, can Bakı, saxla, ağrın alım, saxla. Təşəkkür. Bax, evimin yanında belə bir dənə çala qazmışdım. Ona baxıb böyüdüyüm küçəni yadıma salırdım. Amma böyük cərimə eləmək istədilər. Ona görə də o çalanı doldurub gətirməli oldum. Bax, yox da. Bax üstə qardaşsın, bax üstə. Əhsən! Xaricdə belə şey görə bilməzsən. Düz 10 ildir ki, yolun əksinə gezməmişdim. Ləzzət, 10 il bundan qabaqki zibil yeşikləri. Bakı gözəl şəhər. Nə qədər verməliyim? 50 manat. Nə qədər? 50 manat. Qarda çox deyil. Ay, bura Bakı deyə. Təşəkkür. Özlə deyir, Bakı üçün darıxmışam. Mehribanım, çamadanlar. Mən İlham Namiq Kamal haqqında dost kimi də danışa bilərəm ki, çox insan var ki, sənətdə ələlxüsus, dostdan nə isə bir məqsəd üçün istifadə eləyirlər və öz məqsədlərinə nail olandan sonra ona yaxşı münasibət bəsləmirlər. Amma İlham Namiq Kamal elə dostlardan deyil. Pencerəni. Açma, hava gələr. Açma. Hava gələr. Şəhvilet. Şahvilet. Yoxdur şəhvilet. İynə. Kisvarot. Yox.
Tüssüle. Mən yox, mən çəkərdim. Tüssüle. Sesime. Bir haşı var. Qohum ağlamaya çatdırır. Beni orada komsomolcu gəzlər şəhərində bastırsınlar. Superfasol zavodunun yanında. Sahvilib. Həyə gəlməyim. Sigaret Şahlı. yandır. Şahlı. Şahlı kimdir? Ərzaq daşıyandı. Neydi görün? Yəqin qohumudur da. Kurban olum size. Elə yaşadığım yerde bastırın. Alüminyum zavudun yanında. Orada elə safalı yerlerdi. Oralardan cürbəcür. Üstüler çıkır. Sarı elo, kırmızı elo. Dadı da cürbəcür. Tuş, şapşirin, şirin. Boğulam. Boğulam. Şahvülüm. Nəfəsi dayanır. Doğdu şəhvülüb gəldi. Ha? Onda tez ol, kömeyle aparaq ayca, tez. Gel, kalk yürü. Ohay! Canım! Bugün deyirlər ki, əvəz olmayan insan yoxdur. Yox, var. Var, belə insanlardan da biri İlxan müəllimdir. İlxan müəllimlə bir yerdə səhnədə olmaq, bir yerdə o ilə işləmək hamısına nəsib olmur. Şöhrət ordeni Əhmədov İlham Namiq Kamaloğlu. Əziz həmkarlar, bayaq bizim hörmətli nazirimiz Əlfəz müəllim deyəndə ki, bu binanı bizə möhtərəm prezidentimiz hədiyyə edib. Bu bizim üçün bayramdır. Var olsun bizim prezidentimiz. Və bizim boyumuzda məsuliyyətdir ki, bu binada yüksək səviyyəli tamaşalar təhvil verir. Və biz bunu məsuliyyətini hiss edirik və bu cür də olacaq. Çox sağ olun.